Salam əziz müştərilər, izləyicilər. Bizə iPhone 17 Pro Max gətiriblər. Telefon iCloud-a düşmüşdü və bunun müştərisi heç bir məlumatları bilməmişdi və biz bu telefonu tam rəsmi olaraq iCloud-dan azad eləmişik. İndi biz bu telefonu aktivləşdiririk. Hal-hazırda telefon aktivləşir. Gördüyünüz kimi də qıfıl şəkli var. İndi mən bunu aktiv eləyim, iCloud-dan azad olunsun. Zəhmət olmasa baxın. Telefon iCloud-dan azad olundu və gördüyünüz kimi ekranda qıfıl şəkildə itdi. İndi mən bunu aktivləşdirirəm. Tam ayarlardan keçid edirəm. Müştəri hər yerə aparmışdı. Heç kim bu iCloud azad edə bilmədi. Son axırıncı bizim mənzilə yaxınlaşıb və biz bu telefonu tam rəsmi olaraq iCloud-dan azad elədik. Hal-hazırda aktivləşdiririk. Kimdə evdə telefonlar varsa iCloud-a düşmüş, planşetlər, saatlar, MacBooklar varsa biz bu problemi həll edirik. Əlbəttə ki, tam rəsmi olaraq. Tam bir dəfəliyinə. Və telefonun iCloud-dan azad olundu. Təzə Apple kimliyinizi qeyd edə bilərsiniz. Xeyirli olsun. iPhone 17 Pro Max.